Həmişə başıma bir iş gələcəyindən qorxurdu. Balaca olarkən mənə yalnız evin gözlə görünən 20-30 metrliyində oynamağa icazə verərdi. Birdən səsimi eşitməyəndə ya da məni görməyəndə adımı elə bir acıqla, elə bir vahimə ilə çağırırdı ki, o səs hələ də yatdığım ərəfələrdə qulağımda cingildəyir. Uşaqlarla çaya çimməyə, getməyə belə qoymazdı. Bir dəfə məni çayın başından evimizə kimi lümlüt halda qovmuşdu. Əslində o da nevroz idi. Yəqin bəlkə də məndəki bu itirmək qorxusu, bu anksiyete elə ondan mənə keçib, nə bilirəm. Həmişə hər şeydə üstümdə əsirdi. Məni evdən çox da uzaqlaşmağa qoymurdu. O gələcək üçün xəyallarındakı o ideal oğlunu yetişdirərkən əslində indiki mama uşağını yetişdirmiş oldu. Bəli, mən həm də mama uşağıyam. Neyniyim? Əslində o mənim üstümdə çox əsirdi. Həddindən artıq əsirdi. Bu da nəticəsi. Və onu da deyim ki, ətrafımdakılar mənə adətən lom sözünü daha çox işlədirlər. Mənə bağ və bir çox hallarda xiyar sözünü də deyirlər. Əslində haqlıdırlar. Düz sözə nə deyəsən ki? Amma bunların günahı belə baxıram ki, məndə deyil. Çünki bizi uşaq vaxtından valideynlərimiz yetişdirir, mühit formalaşdırır. Yəni bir insanın xarakterində tərbiyənin rolu böyükdür. Amma belə olan halda xiyar əyilib bitibsə günah kimdədir? Əgər məndə yox, valideynlərindədirsə, bəs valideynimi də öz valideynləri belə yetişdirib. Onda günah kimdədir? Bu sonsuz geri dönüş ilk insanlarda dayanır məncə. Əlbəttə ki, yox. Hər insanın öz xarakterinin yetişməsində biraz rolu var. Lakin travmalı adamlar barədə bunu demək düzgün deyil. Üstəlik mən əsl travmadan danışıram. Həqiqi travmalardan. Bir şeyləyə travma deyənlər sadəcə axmaqdırlar. İnsanlar gəldiyin yolun kələ-kötürlüyünə deyil, sənin hansı vəziyyətdə mənzil başına çatdığına baxıb qiymət verirlər. Mən də həmişə sakit, özünə qapalı, kənardan dünyanı müşahidə edən, adamlara qarışmayan, qaynaqçının oğlu kimi, sosiopat oğlu kimi qələmə verildim. Əslində mənə verilən və ürəyimcə olan ən gözəl söz elə bu sosiopatdır. Heç olmasa son dönəmlərdə xiyardan daha çox bu sözü işlədirlər. Çünki bizim xalqımız təzə sözləri çox sevir axı. Bu söz dilə düşəndən bəri mən lom və xiyar sözünü daha az eşidirəm. Amma heç kim soruşmur ki, niyə belə oldun? Onu da deyim ki, mən istər məktəbdə, istər hardasa işləyəndə ya da hansısa məclisdə heç vaxt avtoriteti ələ almamışam. Həmişə gətir-götür işinə baxmışam. Komanda gözləmişəm. Demək olar ki, beynimi heç nəyə görə yormaq istəməmişəm. Həmişə gözləmişəm ki, qarşımdakılar məsuliyyəti öz üzərinə götürsün. Çünki özümə heç vaxt zərrə qədər də inanmadım. Həmişə özümü əskik bildim. Əgər bugün Allah məni qınasa, mənə sən zəhmət çəkmirsən, evə dayağı olmursan desə, məni hər şeydə günahkar çıxarsa, ona deyəcəyəm ki, get insana verdiyin o azad iradəni düşün. Allahın acığına getməsin. Amma Freydin azad iradə haqqında dedikləri bəzən Allahın kitabından daha çox gözümü yaşardır. Çünki mən həqiqətən azad olduğumu düşünmürəm. Mənim öz şəxsi iradə dediyim şeyi hələ uşaqkən yemək yediyimiz yaxud bayram axşamları yaxud da gecə yatdığımız yerdə epilepsiya tutmaları ilə çığıran bacımın səsinə oyanmaqla formalaşıb. Hələ lap balaca vaxtımdan onun neçə dəfə stuldan, pəncərə qarşısından, eyvandan, pilləkənlərdən yıxılıb epilepsiya keçirdiyini gördüm. Anamın da arxasınca Allaha, atama, onu verdikləri üçün öz ata-anasına etdiyi qarğışları xatırlamaqdır mənim iradəm. Bacımın tez-tez anidən tutmaları olardı. Stulda oturduğu yerdə neçə dəfə başı üstə yerə yıxılardı. Bu elə anı olurdu ki, heç nəyi də bilmirdik. Sonra anam qatlanmış, bacımın qatlanmış dilini açmağa məndən kömək istəyərdi. Ayaqlarını düz saxlayardım. Çünki qışları gəlib qarnına sıxılırdı. Belə məqamda neçə dəfə anam mənə çay qaşığı gətirməyə tapşırmışdı. Özü də tez-tez elə olurdu ki, həyəcandan o lənətə gəlmiş qaşığı belə tapa bilmirdim. Anam isə çığırırdı, tez elə ağzını aça bilmirəm. Atam da belə məqamlarda hirslənib evdən çıxırdı. Dözə bilmirdi. Bacımın sudurvası keçəndə anam öz valideynlərini qarğışlayırdı, Allaha üsyan edirdi. Mən sadəcə bu qubarı, bu nalələri müşahidə edirdim. Üstəlik də atamın ayaqlarında ağrı var idi. O da işləyə bilmirdi. 30 metr piyada gedən kimi ay Allah qıslarım yandı deyə ağrıdan inildiyirdi. Bir yandan da anam nevrozu idi. O da salamat deyildi. Birdən görürdüm, harda tutdu, təzyiqi qalxırdı, ürəyi sürətlə dönürdü və beləcə mən hələ balacaykən tək bir şey düşünürdüm ki, axı niyə ilahi, niyə? Məgər birimiz salamat ola bilməzdikmi? Mən getdikcə öz aləmdən utandım. Həqiqətən də özümüzü əskik bildim. Bəzən elə olurdu ki, bir tikə çörəyə belə tapmırdıq. Özümü artıq hiss edirdim. Anam tez-tez əsəbləşəndə hətta indinin özündə də deyir ki, əgər bacım birinci qrup əlil olmasaydı, xəstə olmasaydı, sən dünyaya gətirməzdim.
Mənə daha ikinci uşaq lazım olmazdı. Bu sözü uşaqlıqdan eşidirəm. Mən artığam. Yəni bacım sağlam olsaydı, onun kürəkəni məndən daha artıq olardı və ikinci uşağa ehtiyac qalmazdı. Əslində mən ikinci uşaq da deyiləm. Atamın anamla olan evliliklərindən üçüncü uşağam. Əslində mən anadan olmamışdan əvvəl bir qardaşım olub. Lakin həddən artıq kasıbçılıqdanmı, yoxsa hacındanmı, nədənsəmi ölüb, qardaşımın nənəmgilə, anamın valideynləri gilə müəyyən vaxta qədər baxmağa veriblərmiş. Anam yalnız bacımı saxlayıb. Günlərin bir günü çox keçmədən anama deyiblər ki, gəl uşaq ölür və elə öldü də. Yəni o ölməsəydi mən doğulmazdım. Bugün də bu cındır həyatın miskin üzünü görməzdim. Əgər mənə desəniz ki, həyat gözəldir, filandır, bəsməkandır, onu da deyim ki, heçlikdə qalsaydım nə biləcəkdim həyat gözəldir. Sən heçlikdə heç nə bilmirsən, çünki heçsən. Amma həddi buluğa çatıb dünyada nə var, nə yox bildikdən sonra ölmək həqiqətən də adama yer eləyir. Ona görə də hərdən deyirəm ki, yarımçıq həyat yaşamaqdansa körpə vaxtı dünyada nə var, nə yox bilmədən ölmək, nəyi itirəcəyini anlamadan ölmək daha yaxşıdır. Axır vaxtlar ölən qardaşım yadıma düşür. O mən anadan olmamışdan əvvəl olub və ölüb. Sadəcə təsəvvür etməyə çalışıram ki, o necə olub, yaşasaydı necə olardı. Anam bu yaxınlarda onun barəsində danışdı. Doğru